Salam əzizləyicilər, əziz qardaşlar, hər kəs xoş gördük. 4 aprel 2026-cı il. Buyurun, baxın əzizləyicilər. Gördüyünüz bu iki baş yanı balalı mal sahib dediyinə görə birinci qırmızı şveçlərdəndir, ikinci mal isə İvanovka cinsindəndir. Video axıra qədər baxın, hər iki mal haqqında məlumat verəcəm. Deməli, gördüyünüz bu mallardan bir başı mal sahibdir, ikinci qarnadır, digəri isə birinci qarnadır. Biri qırmızı şveçlərdəndir, digəri isə İvanovka cinsindəndir. Gördüyünüz bu malların cüt qiymətin, kom qiyməti mal sahibi 6700 manata deyir. Real azos aşağı yeri var. Gördüyünüz bu birinci mal sahibi dediyinə görə qırmızı şveçlərdəndir. İkinci qarına doğub, altında maşallah olsun super Angus erkək balası var. Yəni Angus erkək bala ilandır. Mal sahibi deyir, gün ərzində səhər axşam 2 evniyə 8-10 litr arası süd verir. Buyurun, baxın əzizləyicilər. Gördüyünüz bu ikinci mal isə bu da mal sahib deyir. İvanovka cinsindəndir. Birinci qarına doğub, altında cins dişi balası var. Yəni dişi bala ilandır. Bu da gün ərzində mal sahibi deyir 7-8 litr arası süd verir. Gördüyünüz bu malların cüt qiyməti mal sahibi 6700 manata deyir. Real azos aşağı yeri var. Onu da nəzərdə çatdırın. Tək-tək də satılır, cüt də satılır.